Poštovani predsjedniče Alijev, Hörmətli Prezident Əliyev, əziz dostum, hvala vam na ovoj poseti i bu səfərə görə sizə təşəkkür edirəm. raspored Sizin i molim iş cədvəlinizin nə qədər vacib və sıx olduğunu bilirəm. Sizdən özünüzü evinizdəki kimi hiss etməyinizi rica edirəm. Çinli dostlarımız deyirlər ki, belə yağış olanda bu böyük bir işin başlanılmasına hər zaman yaxşı işarədir. Ümidvaram ki, pis hava şəraitinə baxmayaraq biz bu hadisəni özümüz üçün mümkün olan ən yaxşı şəkildə qəbul edəcəyik və həm Serbiyanın, həm də Azərbaycanın qarşısında necə parlaq gələcəyin olduğunu görəcəyik. Ən azından iki tərəfli münasibətlərimizdən söz açdıqda. Mən Azərbaycan xalqıdan, şəxsən sizə, möhtərəm cənab prezident, böyük ehtiramımı ifadə etmək istəyirəm. Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə sizinlə danışanda mnogo toga çox şey öyrənirəm. Bir çox məsələləri təcrübəli dövlət xadimi, iskusnog državnika həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə tome müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu, bizimlə belə əlaqələr qurduğumuza görə mnogo toga sizə dobije. təşəkkürümü Sam danas sa bildirmək predsjednikom istəyirəm. Alijevim razgovarao o svim Bugün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. razumeo neke pojave Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim. takve odnose da Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, i razgovaramo bir-birimizə açığıq və bir-birimizlə danışırıq. o svim sferama društva. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 puta 16 dəfə, nego što je bilo. 16% deyil, 16 dəfə çoxdur. Savez za stratešku saradnju, Həmçinin nove strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, smatram da je to mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir. života Bizim sosial həyatın müxtəlif sahələrində značajnija əməkdaşlığımız daha mühüm və daha böyük ola bilər və olmalıdır. Hesab edirəm ki, marljivijeg pristupa daha çox iş və səylərlə doći do još bolje. bizim tərəfimizdən daha çalışqan yanaşma ilə gələcəkdə hətta daha yaxşı nəticələrə nail olacağıq. Bu vaxta dək biz 57 sənəd imzalamışıq və bunun üstünə bugün imzalanmış onlarla digər sənədi də əlavə edə bilərik. Həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynamalıdır. Biz sentyabr ayında Azərbaycanda keçiriləcək investisiya forumunda iştiraki müzakirə etdik və bundan əvvəl mən Azərbaycana səfər edəcəyəm. Vjerujem da je to prilika i za naše privrednike, İnanıram ki, bu bizim işgüzar dairələrimiz, bankçılarımız və nümayəndələrimiz üçün Azərbaycanı ziyarət etmək fürsətidir və bu da ölkəmiz üçün Expo-nu təqdim etmək imkanı olacaq. Çünki həmin ərəfədə Expo-nun keçirilməsinə bir neçə ay qalacaq. Bu tədbir Serbiyada 2027-ci ildə keçiriləcək ən böyük tədbirdir və bizim üçün ən önəmli tədbirdir. Biz Expo 2027-də iştirakını təsdiqlədiyi üçün Azərbaycana minnətdarıq və əminəm ki, onlar öz gözəl ölkələrini mümkün olan ən yaxşı şəkildə 2027-ci ildə burada Belqradda təqdim edəcəklər. Eyni zamanda diqqətinizi bəzi faktlara da yönəltmək istəyirəm. İki ölkə arasında turizmin artması və mayın 3-də Belqrad və Bakı arasında Air Serbiya vasitəsilə həyata keçiriləcək birbaşa reysin açılması buna xüsusi töhfə verəcək. Mən Serbiyanın bütün vətəndaşlarına şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm. Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm. Orada möhtəşəm muzeylər var. šetalište izuzetna
prijateljski bulvarlar, orijentisan narod, mehriban bezbednost na insanlar, najvišem nivou. Tako da təhlükəsizlik mümkün olan ən yüksək səviyyədədir. Beləliklə, bu Serbiya vətəndaşlarına Azərbaycana səfər etmək üçün açıq bir dəvətdir. Mən Azərbaycan vətəndaşlarını Serbiyanı ziyarət etməyə, bu ölkəni sevməyə dəvət etmək istəyirəm. Serbiya Avropa qitəsində təhlükəsizliyi ilə ən yüksək səviyyədə olan ölkələr sırasındadır. Bizim Azərbaycan xalqı ilə qardaş və dost münasibətlərimiz var. Düşünürəm ki, ölkəmizdə ziyarət edə biləcəyiniz çox yer var. Mən təkcə Belqradı yox, digər şəhərləri, dağ istirahət mərkəzlərini, gölləri və digər yerləri nəzərdə tuturam. Biz iqtisadi əməkdaşlıq, poljoprivredi, kənd təsərrüfatı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsi haqqında danışdıq. prvi put kada sam probao Azərbaycanın Zirə kəndində yetişdirilmiş pomidor və xiyarı ilk dəfə dadanda və hətta bundan öncə Azərbaycanın xüsusi bölgəsi olan Naxçıvandan da məhsulların dadına baxanda onlar mənim çox xoşuma gəldi. Mən onları çox xoşlayıram və eşitmişəm ki, digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə Azərbaycan nego što je ono što mi kupujemo. xeyli endirimlə təchiz edir. Pa se pitam je li moguće Mənə maraqlıdır, xalqımıza həmin məhsulları bu qədər aşağı qiymətlə təqdim etmək mümkündürmü? Əgər hökumətdə əyləşən şəxslər bu haqda düşünməyiblərsə, düşünsünlər. Mən sizə müraciət edərək deyirəm ki, vətəndaşlara Azərbaycanlı dostlarımızdan daha münasib qiymətlə keyfiyyətli malların təchiz olunması məsələsini həll etsinlər. Eyni zamanda biz də öz mallarımızı beləcə təqdim etməliyik. Hələ ki, bu baş vermir. Əminəm ki, biz həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik. Lakin bunu həll etməmişik və diqqətlə yanaşmamışıq. Münasibət belədir. Vaxt keçir və biz isə heç nə haqqında düşünmürük. bila najvažnija jedna od Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, činjenica da je pred nama qarşımızda era električne elektrik enerjisi dövrü Ja sam başlayıb. zamolio predsjednika Mən Alijeva da Prezident Əliyevdən xahiş etdim ki, se angažuje da nam bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin. Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik. struju pre 20 Burada insanlar düşünə bilər ki, elektrik enerjisi hələ 20 il əvvəl də var idi, amma həmin vaxtlar siz qablarda yanacaq alırdınız. O zaman 6 saat ərzində elektrik enerjisi verilirdi. Sonraki 6 saatda enerji məhdudiyyətlərlə verilirdi. Bugünkü vəziyyətə gəldikdə ölkəmizdə heç zaman olmadığı nizam-intizam yaranıb. Lakin eyni vəziyyət sabah olmaya da bilər. Elektrik enerjisi dövrü başlayır və bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Azərbaycanın gigavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı? Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bugün Serbiyanın qaz şirkəti və SOKAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. gledati da u naredna 2 Çalışacağıq hər bir məsələni 2 və ya 3 ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti 2 ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerji stansiyasını açacağıq. Niş şəhərinin ətrafında 3 yer seçilib. Söhbət təmiz enerjidən gedir. Avropa İttifaqı da bunu etiraf edir. Bir sözlə, tikintinin ya Tripoli, Kruşti ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq. Bəlkə inanmayacaqsınız, lakin 2 illik müddətdə onlar 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü yarada biliblər. Bəlkə də Azərbaycan xalqı bunu bilmir. Həmin güclər mümkün qədər qısa müddətdə yaradılıb. Azərbaycan şirkətləri burada nəzarət işlərini həyata keçirəcək. Serbiya şirkətləri işlərə qoşulacaq. Hər iki tərəf 50% işləyəcək. Qazla işləyən 500 meqavatlıq elektrik enerji stansiyası tikiləcək. Bu yaxşı nümunə olacaq. Gələcəkdə biz daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikməliyik. Kiçik modul tipli reaktorlar quraşdırılacaqdır. Məlumat mərkəzləri olacaq və digər məsələlər həll ediləcək. Mən Amerikalılarla müzakirəyə başlamışam və əgər onlar Çernogoriyanın Bar limanından başlayaraq neft və qaz kəmərlərini
reyslərini çəksələr, məlumat mərkəzlərini tiksələr, Priyepolidən Zlatibor dağlarından keçərək Belqrada qədər bu işləri icra etsələr, yaxşı olar. Məlumat mərkəzləri yaradılmalıdır. Sünni intellektin imkanlarından istifadə etməsək, biz bir ölkə kimi yerdə qalacaq. Elon Musk deyir ki, 2 aydan sonra hər şey kəskin dəyişəcək. Sadəcə insanlar bunu hələ görmür və bilmir. Bu səbəbdən işlər sürətləndirilməlidir və biz Azərbaycanlı dostlarımıza dəstəyə görə minnətdarıq. Vaxtımızı çox aldıq, biz hərbi texniki əməkdaşlığı müzakirə etdik, əməkdaşlıq yaxşı gedir, xarici işlər nazirliklərimiz səviyyəsində məsləhətləşmələr aparılır, razılaşmalar və daimi dəstək göz qabağındadır. Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub və onlar da bizə dəstək veriblər. Gələcəkdə bu belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Düşünürəm ki, o həmçinin bizim ölkəyə eyni hisslərlə səmimi yanaşır. Biz bu münasibəti olduğu kimi davam etdirəcəyik. Bugün və sabah əlavə müzakirələrimiz üçün imkan olacaq. Sabah işçi səhər yeməyimiz gözlənilir və çox məmnunam ki, dostum və Serbiyanın dostu Prezident Əliyevlə bu qədər vaxt keçirə bildik. Görürsünüz ki, bizim çeviklik məni hər zaman qane etmir. Biz daha ürəkdən çalışmalıyıq. Hər şeyi sürətləndirməliyik. Əvvəlki dövrlə müqayisədə daha çox iş görə bilmişik və yaxşı nəticələr əldə etmişik. Mən Dövlətçilik günü münasibəti ilə Serbiyanın hər bir vətəndaşını təbrik etmək istəyirəm. Bugün Serbiya təqvimindəki ən vacib bayramlarından birini qeyd edir. Bu bizim üçün böyük bayramdır. Sizin təbriklərə görə minnətdaram. Hörmətli cənab prezident, təşəkkür edirəm və səfərinizlə bizi şərəfləndirdiniz. İnanıram ki, birgə işimizlə Azərbaycan və Serbiya xalqlarının maraqları naminə ən yaxşı nəticələri əldə edəcək. Çox sağ olun. Təşəkkür edirəm. Yaşasın Serbiya-Azərbaycan dostluğu. Hörmətli cənab prezident, sizə minnətdaram, evinizə xoş gəlmisiniz. İndi isə söz verilir Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə. Hörmətli cənab prezident, əziz dostum, hörmətli xanımlar və cənablar, ilk növbədə cənab prezident dəvətə və qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Bugün sizin milli bayramınızdır, dövlətçilik bayramıdır. Buna baxmayaraq siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan iki dost ölkə daim bir-birinin yanındadır. Fürsətdən istifadə edərək bir daha sizi və bütün dost Serbiya xalqını Dövlətçilik günü münasibəti ilə təbrik etmək istəyirəm. Bu bayramın belə adlandırılması təsadüfi deyil, çünki bilirəm ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Siz də, əziz dostum, Serbiyanın prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutursunuz. Və məhz buna görə sizin rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir. Həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır. Eyni zamanda iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Və bunun nəticəsində bugün Serbiya təbii sərvətləri olmayan bir ölkə, buna baxmayaraq uğurla iqtisadi cəhətdən inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır və bugünkü şəraitdə xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir və burada mən Prezident Vučićin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq.
və dostluq münasibətlərimiz var və bilirəm ki, nə qədər Prezident Vučić Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına bağlı olan insandır. Və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır və biz Serbiyanın dostları kimi əlbəttə ki, bunu yüksək qiymətləndiririk və buna görə sevinirik. Əziz dostum, bizim müzakirə etdiyimiz məsələlərə toxundu. Bunu mən təkrar etmək istəmirəm. Həqiqətən bugün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl bizim təkbətək görüşümüzdə geniş spektr məsələlərə biz toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirtmək və energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Prezident Vučić artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu və biz Prezident qeyd etdiyi kimi qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya, sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlb edici olmazdır. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan, Serbiya böyük həcmdə sərmayə qoymağa hazırdır. Və elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vučićin xüsusi rolunu qeyd etmək istərdim. Və bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çox şaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bugün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektriyin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bugün Azərbaycanın energetika sahəsində ixrac potensialı hal-hazırda 2 gigavata bərabərdir. Bu rəqəm artacaq, çünki biz indi bir çox bərpa olunan stansiyaların tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 gigavat enerji gücünü əldə edəcək və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha geniş həcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır. Digər məsələlərə gəldikdə yenə də deyirəm, mənim dostum artıq bu barədə danışdı, çox vaxtınızı almaq istəmirəm. Mən hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-biri ilə görüşəcəyik. Mən Prezident Vučići və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət eləmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik. Həm Azərbaycanda, həm ola bilər yenə də mən Serbiyaya gəlim, çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti
burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vučićin rəhbərliyi altında Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm və buna görə bir daha Serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vučićin şüarına da qoşuluram. Yaşasın Serbiya, yaşasın Azərbaycan, yaşasın Serbiya-Azərbaycan dostluğu.